Логопед вылечить ничего не может, потому что логопед не лечит. То, что логопед делает, он пытается ребенка научить, вот со теми возможностями, которые у ребенка есть, он его старается научить говорить. Aha, deməli logoped əslində müalicə etmir. Logoped uşaqda olan o çatışmamazlığı, danışıq, nitqində, tələffüzündə olan problemləri aradan qaldıran şəxsdir. Düzəldə bilər. Aha. Вот. И есть много детей, скажем так, в пограничном состоянии, для которых, да, логопед это прекрасно, это то, что им нужно, и они заговорят с логопедом. Другое дело, что это как бы, ну, это не аутизм, да, то есть это в основном ЗПР, ЗПРР, то есть это не tijolые варианты. Aha, deməli, logopedin ümumiyyətlə autizm uşaqlarla deyil, daha yaxşı olar ki, daha doğrusu odur ki, inkişafdan geri qalmış, nitqində ləngimə olan, tələffüzündə ləngimə olan uşaqlarla onun deməli iş görməsi, iş aparması daha yaxşı nəticələr verir. Əslində autizm demək istəyir ki, yəni logopedə müraciət edən insanlar yalnız uşağın diksiyasında, nitqində bir problem olduğu üçün müraciət edə bilər yalnız. Amma autizm tamam başqadır. Autizm başqa bir xəstəlikdir və onu... Sizin oğlunuzda, ORES-də nitqi ilə bağlı problem var idi, yoxsa yox? У вашего сына была встреча проблема или у него встреча была абсолютно все нормально? Встреча, да, мы ходили к логопеду почти 3 лет, когда поставили уже диагноз. Логопед как? Он тогда не говорил, он фактически вообще не повторял, песенки пел и цифры на английском, это у него были эхолалии. Из речи фактически невозможно было его добиться, но мы ходили к логопеду, чтобы что-то делать, как говорится, чтобы она пробовала. Было такое даже, что говорила, не ходите, не тратьте денег, нету смысла, он не идет на контакт. Deməli, logopedə gedəndən sonra uşaq bir neçə il logopedə gedib, ümid eləyiblər bir valideyn olaraq ki, bəlkə danışdı. Çünki uşaq danışmırdı, müəyyən bir müzik bilirdi, bir də ingilis dilində rəqəmləri deyirdi. Amma başqa bir cümlə, müraciət... Düzdür, İndira xanım. Мальчика 15, вы сказали, что у него нет аутизма, и обнаружили, что у него слуховой недостаточность. Ну да, вот из этого он кричал, рвался. Он не мог сказать слово, поэтому думали, что он агрессивный, у него autizm. Və çox valideynlər var ki, uşaq evdə, mənim dediklərimi tərcümə edin zəhmət olmasa, çox valideynlər var ki, uşaq evdə aqressivdir, uşaq evdə ağlayır, uşaq evdə, nə bilim, yer tapa bilmir özünə, vurnuxu. Amma valideyn, hətta belə deyək də, uşağa qışqırır, valideyn uşağı küncə qoyur, valideyn uşağı digər otağa keçirir, otağın qapısını bağlayır ki, uşağın səsi kəsilsin, uşaq ağlamasın. Amma səbəbini tapmağa çalışmır ki, valideyn, uşaq niyə ağlayır? Yosifə xanım, bax bunun cavabını istəyirik sizdən. Смотрите, очень много вот из таких детей, особенно которые не говорят, они просто не умеют сказать, что у них что-то болит. Вот сколько мы видели детей, у которых просто банально болели зубы. Вот болят зубы у ребенка, понимаете, он кричит, он не спит, да, он не ест. И когда по какой-то причине вдруг кто-то помогал родителям обратиться к зубному врачу, то вдруг раз и хороший ребенок. Əslində çox belə təsir edici sözlərdir xanım. Həqiqətən də valideynlər, Nuranə xanım, siz çox yaxşı ki bu verilişi aparırsınız. Bu tərcümə eləmirəm, öz fikrimdir deyirəm. Çünki həqiqətən də bəlkə də çox sayda uşaqlara siz dəstək olursunuz ki, valideynləri maarifləndirirsiniz, biraz anlayışlı yanaşırlar uşaqlarına. Потом ребенок с ЗПР, он развивается более-менее равномерно, то есть у него все будет примерно на одном уровне, то есть вот все аспекты развития. То есть не будет такого, что вот здесь он гений, а здесь он вообще ничего не может, да, то есть в туалет он должен ходить в памперс, да, но зато он там считает и складывает и умножает там многозначные числа, да? Deməli, uşağın əgər inkişafdan geri qalıbsa, uşaqda olmur ki, müəyyən bir nəyisə möhtəşəm öyrənib və yaxud da hansısa bir vərdişi geri qalıb. Ümumiyyətlə, tam elə bir istiqamətdə gedir inkişafı. Uşaqda geri qalma, inkişafda geri qalma varsa, hər bir hərəkətlərində, gündəlik xüsusiyyətlərində
hər bir əlamətlərdə göstərir ki, uşaq geri biraz inkişaf edir. Aha. Потом ребенок с настоящим ЗПР, у него нет неврологических симптомов. То есть он не будет вам ходить на цыпочках, у него не будет вот этих вот крылышек, там, ну, в общем, еще куча всяких симптомов, да. То есть он просто вот отстает. То есть вот он отстал, он, скажем, ему там 5 лет, а понимает он на 3 года, да, то есть вот так вот.